Allah İbrahim əleyhissalama vəhy edir. Fəqalə yə İbrahim. Allah Taala buyurur ki, ey İbrahim, xələqtukə, səni mən yaratmışam. Xələqtukə, səni mən yaratmışam. Və əbtələykə, və səni imtihanlarla imtihan etmişəm. Binəri Nəmrud, Nəmrudun odunu xüsusi ilə Allah Taala qeyd edir. Nəmrudun odu ilə imtihan olunmusan. Allah Taala buyurur ki, وَرَفَعْتَ أَنْكَ السَّبْرِ. Allah Taala buyurur ki, ey İbrahim, birdən səni fəqirliklə imtihan edəsəydim. وَرَفَعْتَ أَنْكَ السَّبْرِ. Səbri də səndən götürsəydim. فَمَا تَسْنَ, sən neyniyərdin? İmam Əli əleyhissalamın kəlamlarında var. İmam buyurur ki, həmin kəlamlarda bir neçə xüsusiyyət var. Hər kəs ona riayət etsə, mən söz verirəm. Mən vəd verirəm ki, onlar həm dünyada, həm də axirətdə xoşbəxt olacaqlar. Mən söz verirəm. Onlardan biri budur ki, İmam Əli əleyhissalam buyurur. O həmin xüsusiyyətlərdən biri budur ki, adam fəqirdir, fəqirliyinə səbr edir. Adam kasıbdır, kasıblığına səbr edir. Naşükürlük eləmir, şikayət eləmir. Razıdır Allah Taalanın verdiyi təqdirə. Allah Taala Həzrəti İbrahim əleyhissalama da bu cür buyurur. Buyurur ki, ey İbrahim, əgər səni kasıblıqla imtihan edəsəydim, fəqirliklə imtihan edəsəydim, fəma təsnə, sən neyniyərdin? İbrahim əleyhissalam buyurur ki, ya Rəbbi, ey mənim Rəbbim, əl-füqəra ilə əşəddə min narin Nəmrud. İbrahim əleyhissalam buyurur ki, ilahi, o ki fəqirlik var, kasıblıq var, o kasıblıq Nəmrudun odundan pisdir. Nəmrudun odunda yanmaq, yanmaqdan daha pisdir.